Salam hörmətli tələbələr, bu gün sizlərə 2006-cı il magistr qəbulunun məntiq suallarının izahını paylaşacağım. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Gəlin birinci sualdan başlayaq. Bunlar qəbulun suallarıdır, yəni sınaq falan deyil. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, 1-4 arası tapşırıqları sözü tamamla. Təkamül nə deməkdir? Təkamül inkişaf deməkdir. Ona görə cavab B variantı olacaq. Ticarət mümkün deyil, malsız mümkün deyil. Çünki mal olmadan satmağa bir şeyin olmayacaq. Ona görə ticarət mümkün olmayacaq. Üçüncü sualda dili və ədəbiyyatı öyrənən elm filologiya adlanır. Ona görə doğru cavab C variantı. Cümlə mümkün deyil, cümlə sözsüz mümkün deyil. Ona görə doğru cavab B variantı olacaq. 5-ci sualda 5-7-də 5 variantdan 4 arasında məntiqi əlaqəyə görə uyğun olmayan seç. Avtoritar var, avtokratik var, liberal, demokratik, xolerik. Demək, bunlar arasında A, B, Y, C variantları idarə etmə formalarıdır. Amma xolerik isə insanın 4 temperamentlərindən biridir. Ona görə D variantı fərqli cavabdır. 6-cı sual. Vergül nöqtə defis hərf tiri. Burada hərfdən başqa digərləri durğu işarələridir. Amma hərf durğu işarəsi deyil. 7-də də fikir versək ki, A variantından başqa digərləri elementdir. Hidrogen, oksigen, azot, karbon. Ozon isə oksigenin allotrop modifikasiyasıdır. Ona görə ozon digərlərindən fərqlidir. 8-ci sualda fikir versək ki, qulpdan başqa A, B, D, Y variantdakılar bərkidici, sıxıcı, birləşdirici vasitələrdir. Amma qulp isə bunlara aid deyil. Digər suala keçək. 9. 9-da sözlərin ardıcılığı vacibdir. Həcmin tutumu olur, uzunluğun da məsafəsi. Ona görə doğru cavab A variantı məsafə olacaq. Burada dəqiqə vaxt arasında da vaxt dəqiqə olsaydı düz ola bilərdi. 10-cu sual. 10-cu sualda fəaliyyətin uğurlu nəticəsi nailiyyətdir, istehsalın da uğurlu nəticəsi satışdır. Ona görə düzgün cavab C variantıdır. Bitki, toxum, ördək sual. Bitki öz başlanğıcını toxumdan götürür. Ördək də öz başlanğıcını yumurtadan. Ona görə doğru cavab C variantıdır. 12-ci sual. Ay döşəyi spor vasitəsilə çoxalır. Şam ağacı isə toxum vasitəsilə çoxalır. 13-də də ay yerin ətrafında fırlanır. Yer də günəşin ətrafında fırlanır. Ona görə doğru cavab Y variantıdır. 14-cü sual. Balığı pulcuq əhatə edir. Keçini isə yunu əhatə edir. Ona görə doğru cavab Y variantı olacaq. 15-ci sual. Ləngitmək, gecikdirmək. Fikir versək ki, ləngitmək ilə gecikdirmək sinonim sözlərdir. Ona görə burada sinonimi tapmalıyıq. Yazmaq, elan etmək fərqli şeydir. Yaratmaq, dağıtmaq antonimdir. Qaçmaq, düşünmək əlaqəsizdir. Xəbərdar etmək, razılaşmaq əlaqəsizdir. Amma bərpa etmək, təmin etmək ikisi də sinonim sözdür. Ona görə doğru cavab D variantı olacaq. 16. 16-da biz mətn məntiqi təhlilinə əsasən kimin maşının rəngi nədir, kimdə maşının oturacağının rəngi nədir, onu tapmalıyıq. İndi bizdə kim var? Bayram var. Bayram var, Dadaş var, Elçin var, Fərəc var, bir də Mərdan var. Cədvəlimi qururum.
Aha, 16-cı suala görə cədvəlimi qurdum. Zolağı bir ayırdım, oturacağı bir ayırdım. Ağ, narıncı, göy rənglərində yazdım. İndi bizə deyilənləri köçürdürük. Mərdan və Bayramın maşınları göydür. Aha, onu bildik ki, bunun da maşını göydür, bunun da bir də Mərdanın maşını göy rəngdədir. Digərlərinki qırmızıdır. Digərlərinki qırmızıdır. Bunu yazdım. Sonra Bayram və Elçinin maşınlarının qapılarına çəkilən ağ zolaq oturacaqlarının üzü ilə eynidir. Bu o deməkdir ki, Bayram və Elçinin zolağı da oturacağı da ağ rəngdədir. Ona görə Bayram və Elçinə gətirirəm həm oturacağına, həm zolağına plus qoyuram. Onda digər rənglər ola bilməz. Onlara çıx qoyuram. Aha. Sonra digər şərti oxuyuram. Dadaşın maşınında zolaq göydür. Dadaşınki göydür zolaq. Onda gətirirəm göyə plus qoyuram. Çıx qoyuram ona. Və Fərəc və Mərdanın maşınlarında zolaq narıncıdır. Fərəc və Mərdanda zolaq narıncıdır. Gətirib onlara plus qoyuram. Bunları da çıx qoyuram. Aha, zolaqları tapdım. Kimin maşınının zolağı nə rəngdədir? İndi digər şərti oxuyuram. Hamının maşınının oturacağının üzü ağdır. Oturacağının üzü hamıda ağdır. Təkcə Dadaş və Fərəcdə göydür. Dadaş və Fərəcə oturacağa göy qoyuruq. Aha. Digərləri nə rəngdədir? Digərlərinin hamısı ağdır. Digəri kim qalıb bir dənə? Mərdan qalıb. Onda o da ağ qoyuram. Tapdım hamısını. İndi bizə nə deyir? Bizə deyir ki, kimin maşınının oturacağının üzü göy. İndi tapaq. Oturacağının üzü göy olan kim var? Dadaşla Fərəc var. Və zolağı narıncıdır. Dadaş və Fərəcdən hansının zolağı narıncıdır? Fərəcin zolağı narıncıdır. Ona görə düzgün cavab C variantı Fərəc olmuş olacaq. 17-ci suala baxır. 17-ci sualda bu fiqurdan bunu alıb. İndi bu fiqurdan da sual almalıdır. İndi burada baxıram ki, fiqurların istiqaməti eyni qalır. Fiqurlar eynidir, amma rəngləri dəyişəcək. Yəni, bu ağdır, qara olmalıdır. Bu qaradır, ağ olmalıdır. Bu da ağdır, qara olmalıdır. Yəni, eyni şəkildə qalmalıdır. Buna da baxsaq, B variantı ola bilməz. A variantında rənglər uyuşmur. D variantında yanaşı qalmalıydı. Y variantı da uyğun deyil. Düzgün cavab C variantı olmuş olacaq. 18-ci sual. 18-ci sualda da fikir versək ki, qara nöqtə hər dəfə bir dama sağa doğru hərəkət edir. Ağ isə yuxarıya doğru hər dəfə hərəkət edir. İndi buna əsasən onda bu burada olmalıdır. Yəni bura düşməlidir. Bu da bura düşməlidir. Ona əsasən də hansı olur? B variantı olmuş olacaq. 19-cu sual. 19-cu sualda fiqurun birinci hərəkətinə bax. Ox hansı tərəfə hərəkət edir? Hər dəfə saat əqrəbi istiqamətində hərəkət edir. Bunun asan yol şəklində deyək, dərəcə kimi deməyək. Bir tam, bir də yarı hərəkət edir, gəldi bura düşdü. Sonra bir yarı, bir tam gəldi bura düşdü. İndi buradan da bir tam, bir də yarı hərəkət etməlidir. Yəni ox bu tərəfə hərəkət edirsə, bu şəkildə baxmalıdır. Doğru cavab C variantı olmuş olacaq. 20-ci sual. 20-ci sualda 1 ilə 2 sütunlarında ortaq olan 3-cü sütuna keçir. Baxırıq. 1-də 3-bucaq var, 2-də də 3-bucaq var. İkisində də ortaq 3-bucaqdır deyə 3-bucağı çölə yazıb. İndi baxaq görək. Burada da kvadrat var. Burada da kvadrat var. Demək, ikisində də ortaq olan kvadrat olduğuna görə doğru cavab A variantı olmuş olacaq. Fərqli fiquru tapın. Fərqli fiquru taparkən hər zaman bir dənə variantı götürürük və digərlərinə baxırıq. Məsəl üçün, istəyək A variantını götürsəm, A variantını B variantındakı hala gətirə bilmərəm.
Çünki B variantına gətirmək üçün bu tərəfə döndərməliyəm. Onda bu belə düşməli idi. Demək ki, A ilə B arasında uyğunsuzluq var. İndi görək digər variantlara baxıram ki, görüm hansı uyğunsuzluq yaradır. B ilə C arasında isə oxşarlıq var. Çünki B-ni biz bu tərəfə saat istiqamətində fırlatsaq, bu aşağıya baxacaq. Heç vaxt A variantı alına bilməz. B, C, D, Y isə bir fiqurun fırlanmasından alınır. 22. 22-də də yenə fərqli fiquru tapın. Burada 22-də fərqli fiquru fikir versəz C-dir. Niyə görə? A-da da bir tərəf üzrədir xəttlər. B-də də ancaq bir xətt üzərindədir. D-də də bir xətt üzərindədir. Y-də də bir xətt üzərindədir. Amma C-də isə 2 dənə xəttin üzərindədir. Ona görə düzgün cavab C variantı olacaq. 23-cü sualda sətr və ya sütun üzrə birinci və ikinci şəkillərin ortaq olmayan elementlərini birləşdirərək üçüncü şəkli alacağıq. Burada həm sətr, həm sütun üzrə işləmək olar. Amma burada bir dənə səhv var, o da burada bunun xətti olmalıydı, o düşməyib. Burada bu xətt olmalıydı. Baxaq. 1, 2-dir. Bunların ortaqları hansıdır? Bir bu xəttidir. Daha sonra bu xətdir. Sonra hansı xətt var? Aşağıya doğru xətt var. Və başqa ortaq yoxdur. Demək, yuxarısı bu tərəfə ortaq olmayan bu var. Sonra buradan bunu götürürük. Bir də bunu götürürük və üçüncünü alırıq. İndi ortaqları silirəm. Budur ortaq, sonra budur ortaq, onu silirəm. Başqa ortaq yoxdur. Onda demək, bu belə alınmalıdır. Buradan belə, bir də aşağıya doğru. Bu şəkildə o da D variantı olmuş olacaq. 24-cü sual. 24-cü suala baxsaq, hər fiqur bir dəfə istifadə olunur hər sətirdə. Dairə burada bir dənədir, burada da bir dənədir. Amma 3-cü sətirdə dairə yoxdur demək, sualın özünə dairə düşməlidir. Ona görə də baxsaq, cavab Y variantı olacaq. İndi burada işləyib baxmaq olar. Fikir versək ki, bu ulduzun. Burada var, amma burada ulduz yoxdur. Ona görə demək, burada da həmçinin ulduz olmalı idi. Ona görə düzgün cavab Y variantıdır. 25-ci sual. 25-ci sualda da sətr üzrə birinci və ikinci fiqurların hər ikisi üçüncünün ortaq elementləridir. Birinci ortağı budur. Onu gətirib yazırıq. Daha sonra burada bu çarpaz var. Gətirib o çarpazı da yazırıq. Bir də alt hissəsi ortaqdır. Yəni birinci və ikinci fiqurların ortaq olanlarını üçüncüyə yazırıq. İndi suala baxaq. Sualda baxsaq ki, bu X olan ortaqdır. Başqa bir ortaqları yoxdur. Ona görə düzgün cavab A variantı olacaq. 26-cı sualda da hər addımda fikir versək ki, dairə içindəki kəsim mövqeyini saat əqrəbi istiqamətində 90 dərəcə dəyişir. Buradadır. Sonra bura keçdi, sonra bura keçdi. İndi isə 90 dərəcə fırlanıb bura keçməlidir. Ona görə düzgün cavab C variantı olmuş olacaq. 27-ci sual. 27-ci sualda fikir versək ki, birinci yuxarısını götürdü, yəni üstünü. Sonra aşağısını götürdü. Sonra sağını götürdü. İndi harasını götürməlidir? Solunu götürməlidir. Yuxarı, aşağı, sağ, indi isə sol olmalıdır. Solu da götürsə, bir dənə bu xətt qalır. Yəni B variantı qalmış olacaq. 28-ci sualda fikir versək ki, kvadrat, dairə, 8 bucaqlı. Kvadrat, dairə yenə 8 bucaqlı olmalıdır. Ona görə B, C və Y variantlarını silirəm. Daha sonra əqrəblərə baxıram. Əqrəblərə fikir versək ki, böyük əqrəb buradaydı, buradan bura keçdi. Daha sonra bura keçdi. Sonra bura keçdi və bura keçdi. Yəni hər dəfə 90 dərəcə saat əqrəbi istiqamətində fırlandı. Onda demək, buradan da hara keçməlidir? Aşağıya keçməlidir. Onda düzgün cavab
D variantı olmuş olacaq. 29-cu sual. 29-cu sualda kağızı açmalıyıq. Birinci buradan açaq. Bunu buradan açaq. Bu şəkildə bir kağız olacaq və burada da bu yarı hissəsi gedib yuxarıya düşəcək. Bu çəp güzgüdür. Çəp güzgünün qaydası odur ki, şaquli olanlar üfüqi, üfüqi olanlar şaquli vəziyyətə düşür. Buradan da açsaq həmçinin burada bu şəkildədirsə, burada dik şəkildə olmalıdır. Bu yarı olan da gəlir bura düşəcək. Həmçinin burada da eyni qayda ilə olacaq. Bu şəkildə. Burada da həmçinin eyni qayda və yarısı. Ona görə də baxsaq, doğru cavab oxlar aşağıya baxır. B variantı getdi. C variantı getdi. D variantı uyğun, Y variantı uyğun deyil. D variantı uyğundur. D variantında da fikir versək, künclərdə dairələr olmalı idi, amma o yoxdur. Ona görə düzgün cavab A variantı olmuş olacaq. 30-cu suala baxaq. 30-cu sualda fikir versək ki, bu nöqtə buradadır, amma burada kənarda verib. Yəni A variantı zaten eynidir. Amma bir dənə nöqtənin yeri fərqlidir. Ona görə A variantı səhvdir. Aha, buna görə başqa nəyə görə işləmək olar? Bu qara nöqtə, bu qara üçbucaqda fikir versək, yarı üçbucaq. Qara hissəsində yox, ağ hissəsindən uzaqda yerləşib. Amma C variantında düz yanında verib. Bu ola bilməz. Onu da silirəm. Aha. A-nı, C-ni sildim. Daha sonra D variantına baxıram. D variantında da fikir versək, əgər 2 dənə üz görsənirsə, orientasiya öyrənilməklə 3-cü üz də görsənməlidir. 2 dənə üz görsənib, pəncərə və bu qara hissə. İndi baxaq orientasiyaya. Pəncərə, nöqtə, qara hissə. Pəncərə, bu qara hissə, burada da çox başqa bir fiqur. Ona görə D də səhvdir. Bir dənə qalır B ilə Y. B ilə Y-yə də fikir versək, Y variantında bu üçünün birləşdiyi nöqtə ki var, yəni bura. Buradakı nöqtə ondan uzaqdadır. Amma Y variantına fikir versək, üçünün birləşdiyi nöqtənin düz yanındadır. Yəni Y variantındakı görsənən 300, buradakı 300-dür. Ona görə mən bu fikri deyə bilərəm ki, üçünün birləşdiyi nöqtədən uzaq olmalıdır. Amma Y-də düz yaxındır. Ona görə Y də səhvdir. Düzgün cavab B variantı olmuş olacaq. 31-ci sual. 31-ci sualda hissələrin birləşdirilməsidir. Bu hissələri birləşdirərkən A variantı alınmış olur. Paralelloqram alınmış olur. 32-ci sual yenə hissələrin birləşdirilməsidir. Burada da birləşdirsək, üçbucaq almış olarıq. Bunu necə birləşdirməsini də göstərək istəyirsin. Bunu bu balaca üçbucaqları yan-yana qoyaraq bu şəkildə. Daha sonra rombu da belə qoyacağıq. Buradan belə. Bu şəkildə və birləşdirəndə böyük üçbucaq alınır. Y variantı. 33-cü sual. 33-cü sualda da yenə kağızı açmaq lazımdır. Birinci kağızı bu tərəf üzrə açırıq. Açaq. Demək, simmetriya olmalıdır. Bu tərəfə düşən bu tərəfə düşməlidir. Çünki qatlayanda üst-üstə düşməlidirlər. Və güzgüyə uzaq olan uzaq, yaxın olan yaxın. Bu güzgüyə yaxındır. Güzgüyə yaxın olacaq. Belə, bu şəkildə olacaq. Sonra bu uzaqdadır. Bu da bu şəkildə olmalıdır. Daha sonra bunu yuxarıya doğru açıram. Yuxarıya doğru açaq. Yuxarıya doğru açsam, burada belə olacaq. Daha sonra burada belə olacaq. Buradakı fiqur belə düşəcək. Buradakı fiqur da belə düşəcək. Yəni düzgün cavab baxaq. Variantlara fikir versək, A variantı deyil, A-nı silirəm. C variantını da silirəm. Səhv görsənilir. B variantında ümumiyyətlə bu aşağı baxır, amma bizdə yuxarıya baxır. O səhvdir. Daha sonra bir
dənə qaldı D ilə Y. Y variantı da fikir versək, burada xəttlər verib. Amma heç məndə bu xəttlər yoxdur. Burada deyil. Yəni ortada deyil o. O bitişi idi buna. Ona görə Y variantı da səhvdir. Düzgün cavab D variantı olmuş olacaq. 34-cü suala baxaq. 34-cü sualda deyir ki, 16 mərtəbəli evin birinci mərtəbəsində 65, 66, 67 və 68 nömrəli mənzillər var. 165 nömrəli mənzil hansı blok və hansı mərtəbədə yerləşir? Bu sualları işləmək üçün nə edirik? Ən birinci, bir blokda neçə mənzil varsa, onun sayını tapmalıyıq. Bir blokdakı mənzil sayını. Baxaq. Hər mərtəbədə neçə mənzil var? 65, 66, 67, 68. Yəni, bir mərtəbədə 4 mənzil var. 4 mənzil. Onda 16 mərtəbəli bina olduğuna görə 16 mərtəbəli binanın hər mərtəbəsində 4 mənzil olduğuna görə 64 dənə mənzil olmuş olacaq. Daha sonra nə edirik? Sonra bizə verilən o nömrəli mənzili bölürük bir blokdakı mənzil sayına, yəni 64-ə. 2 tam düşür, qalıqda da 37 olur. Bu o deməkdir ki, ikinci bloku tamamlayıb 3-cü bloka düşəcək. Çünki bu 37 dənə mənzil çöldə qalıb baxın. O 3-cü blokun payına düşəcək. Ona görə A variantı və Y variantını silirəm. Çünki 165 3-cü blokda yerləşir. Daha sonra nə edirik? Yerdə qalan o qalığı isə 37-ni bölürük bir mərtəbədəki mənzil sayına. Yəni 4-ə bölürük. 37-ni də 4-ə böləndə yenə əsas qalıqdır. 9 tam düşür. 9 tam düşür. Qalıqda da 1 eləyir. Bu da o deməkdir ki, 9-cu mərtəbəni tamam eləyir. O bir dənəsi 10-cu mərtəbəyə düşür. Ona görə düzgün cavab 3-cü blok 10-cu mərtəbə olmuş olacaq. 35-ci suala baxaq. Ata qızından 3 dəfə böyükdür. 4 il əvvəl o qızından 4 dəfə böyük idi. İndi bunu yazaq. Ata qızından 3 dəfə böyükdür. Ata bərabərdir 3 qız. 4 il əvvəl, yəni ata çıxılsın 4. O qızından 4 dəfə böyükdür. Bərabərdir 4 vurulsun. Qız çıxılsın 4 olacaq. Aha, bu tənlikdə A-nın yerinə gətirib 3 qız yazacağım. 3 qız çıxılsın 4 bərabərdir 4 qız çıxılsın 16. Buradan da qız bərabərdir 12 almış olacaq. Yəni qızın 12, atanın isə 36 yaşı olacaq. İndi bizə deyir ki, neçə ildən sonra o qızından 2 dəfə böyük olacaq. Onun üçün də nə edirik? Atanın yaşının üzərinə neçə il sonra dediyinə görə x gəlirəm, onu bilmirəm. O bərabərdir 2 dəfə böyük olacaq deyə 2 vurulsun, qızı üstə gəlinsin x-ə. Aha, atanın yaşını bilirəm, qızın da yaşını bilirəm. Yerinə qoyub sadəcə x-i tapmalıyım. 36 üstə gəlinsin x bərabərdir 2 vurulsun 12 üstə gəl x. Bu tənliyi həll eləsəm x-i 12 almış olacam. Yəni 12 il sonra o qızından 2 dəfə böyük olacaq. Aha, 36-cı sual. 36-cı sualda deyir ki, bir dovşanı şir 2 saata, canavar 3 saata, it 6 saata yeyir. Bu dovşanı şir, canavar, it birlikdə neçə saata yeyir? İş məsələsidir. Onda yazıram. 2-də 1, üstə gəl 3-də 1, üstə gəl 6-da 1, bərabərdir 1 bölünsün x-ə. Buradakı x bu üçünün birlikdə gördüyü saatdır. 2, 3, 6-nın ortaq məxrəci 6-dır. Bunu 3-ə vuraram. Bunu 2-yə vuraram. 3 üstə gəl 2, 5, üstə gəl 6, 6 eləyir. O da 1 eləyir. Elə x də 1-ə bərabər olmuş olur. Yəni 1 saata. 37-ci sual. 37-ci sualda operatorun gördüyü işi tapmalıyıq. Bu operator bölmə əməliyyatını yerinə yetirir. Birinci mötərizənin içini həll edirik. 4-ü 2-yə böləndə 2 düşür. 4-ü də 2-yə böləndə 2 eləyir. 15-i 3-ə böləndə 5 düşür. 10-u da 5-ə böləndə 2 eləyir. 12-ni 3-ə böləndə 4 eləyir. 8-i də 4-ə böləndə 2 düşür. Və suala tətbiq eləsək, 6-nı 2-yə böləndə 3 eləyir. 9-u da 3-ə böləndə
cavaba 3 düşür. Yəni Y variantı. 38-ci sual. 38-ci sualda fiqurların bucaq sayını yazmalıyıq. Aha, bu 6-dır, bu 5-dir. Bu 4-dür, bu da 4-dür. İndi fikir versək ki, 6-dan 5 çıxanda 1 eləyir. 4-dən 4 çıxanda 0 eləyir. Yəni çöldəki fiqurdan içindəki fiquru çıxanda cavabı verəcək. İndi bu 8-dir. 8-dən nəyə çıxsam 5-i alınır? Təbii ki 3-ü. Ona görə demək cavabım D variantı olmuş olacaq. 39-cu sual. Burada da yenə tərəf sayını yazıram. Bu 5'dir, bu 4'dür, bu da 3'dür, bu da 3'dür. İndi fikir versək ki, bu 5 ilə 4 ikisi bir yerdə 9 eləyir. 9'u da 3'ə böləndə 3 eləyir. Bu 0'dır. 0'ı burada indi nəyə bölsəm, 0'ı nəyə bölsəm, yenə də cavabı 0 verəcək. Ona görə elə cavab B variantı olmuş olacaq. 40-cı sualda kvadratın və üçbucağın gördüyü işi tapmalıyım. Fikir verək ki, bunlar nə iş görür? 6'nı 4'e vuranda 24 eləyir. 4'ü 9'a vuranda 36. 3'ü 2'ye vuranda 6 eləyir. 2'ni 7'ye vuranda 14. Demək ki, kvadratın gördüyü işi tapdım. Tapaq. 4'ü 2'ye vuracam 8. 2'ni 2'ye vuracam 4. Demək 84 üçbucağı tapmalıyım. 84 üçbucaqda nə edir? Fikir versək ki, bunların toplasaq 11 eləyər. 11'i də 2'ye vursam 22 eləyər. Bunları toplasam 11 eləyər. 11'i də 2'ye vursam 22. Onda demək rəqəmlər cəmini 2'ye vururuq. 8 ilə də 4'ü toplayıb onu biz 2'ye vurmalıyıq. O da 24 eləyir. Yəni düzgün cavab D variantı olmuş olacaq. 41-ci sual. 41-ci sualda da fikir versək ki, buna A, B, C desək, həllimiz nə olacaq? A vur 2, digəri də BC böl 2. Yəni B vur C yox, BC ədəd olaraq. 3'ü 2'ye vuranda 6 eləyir. 16'nı 2'ye böləndə 8 eləyir. 7'ni 2'ye vuranda 14 eləyir. 22'ni 2'ye böləndə 11 eləyir. İndi suala tətbiq eləyək. 2'ni biz nəyə vururduq? 2'ye. 4 eləyir. 18'i də 2'ye böləndə 9 eləyir. Ona görə cavab A variantı 49 olacaq. 42-ci sualda yuxarıdakı ədədlərin cəminin 2 qatı aşağıdakı ədədi verir. 5 ilə 2'ni toplayanda 7 eləyir. Onu 2'ye vuranda 14. 2 ilə 7 9 eləyir. 7 ilə 4 11 eləyir. İndi suala baxaq. 9 ilə 14. Bu ikisini toplayanda 23 eləyir. 23'ün də 2 qatı 46 eləyir. Ona görə cavab 46 olacaq. 43-cü sual. 43-cü sualda cədvəldir. Sütun üzrə işləyirik. Birinci və ikinci ədədlərin cəminin 1 əksiyi bizə 14'ü verir. Yəni 7 ilə 8'i toplasa 15, 1 çıxsam 14. 9 ilə 10'u toplasam 19, 1 çıxsam 18. Onda sual bərabərdir. 12 üstə gəl 13 çıx 1. O da 24 eləyir. 44-cü sual. 44-cü sualda da buna ziqzaq baxırıq. 4, 9, 16, 25, 36, 49 sual. İndi burada fikir versək ki, bu 2'nin kvadratıdır, bu 3'ün, bu 4'ün, bu 5'in, bu 6'nın, bu 7'nin, bu isə 8'in kvadratı, yəni 64 olmalıdır. Digəri isə 5, 7, 11, 19, 35, 67 və suala gedəcək. 5-dən 7-yə 2 vaid artır. 7-dən 11'ə 4 vaid, 11'dən 19'a 8, 19'dan 35'ə 16, 35'dən 32. İndi burada da fikir versək, 2'ye vuraraq gedir. 2, 4, 8, 16, 32 və bu səfər 64 olmalıdır. Çünki 32 vurulsun 2, 64 eləyir və o da 131 edəcək. Yəni düzgün cavab D variantı. 45-ci sual.
45-ci sualda da 25-dən 33 almaq üçün üzərinə 8 gəlməliyik. Üzərinə 16 gəlməliyik. Üzərinə 24 gəlməliyik. Üzərinə 32 gəlməliyik. İndi burada fikir versək ki, bu 8 vur 1 deməkdir. Bu 8 vur 2 deməkdir. Bu 8 vur 3 deməkdir. Bu 8 vur 4 deməkdir. Yəni hər dəfə 8-in misillərini üzərinə gəlir. Onda bu səfər də 8 vur 5, yəni üzərinə 40 gələcək. 105 ilə də 40-ın cəmi 145 alınır. 46-cı sual. 46-cı sual Fibonacci sualıdır. 4 ilə 12-nin cəmi 16 edir. 12 ilə 16-nın cəmi 28 edir. 16 ilə 28-in cəmi 44 edir. İndi sual işarəsi 28 ilə 44-ün cəminə bərabər olacaq. O da 72 eləyəcək. 47-ci sual. Burada da 21-dən 27-yə 6 vaid artır. 27-dən 39-a 12 vaid artır. 39-dan 57-yə 18. 57-dən 81-ə 24. İndi sual nə olmalıdır? Burada da 6 vur 1, 6 vur 2, 6 vur 3, 6 vur 4. İndi isə 6 vur 5 olmalıdır. Yəni üzərinə 30 gəlməlidir. 81 ilə də 30-u toplayanda 111 almış olacağıq. 48-ci sual. 48-ci sualda da bu tipli suallara adətən qollara ayrı baxırıq, ayaqlara ayrı baxırıq. İndi fikir verək. Qolların cəmi neçə eləyir? 16, bir də 11. 27 eləyir. Ayaqların cəmi neçə eləyir? 17 eləyir. 27-dən 17 çıxanda 10 alırıq. İndi digərlərində ödəyirsə düzdür. Qolların cəmi 17 eləyir. Ayaqların cəmi 16 eləyir. 17-dən 16 çıxanda 1 alırıq. İndi buna tətbiq eləyək. Qolların cəmi 9 üstəgəl sualdır. Ayaqların cəmi 2 üstəgəl 3, 5 eləyir. İndi 9 üstəgəl sualdan neçə çıxanda? 5 çıxanda 15 eləməlidir. Onda 9 üstəgəl sual 20-yə bərabər olmalıdır. Onda sual da təbii ki 11 olmalıdır. Yəni Y variantı. 49-cu sual. 49-cu sualda ardıcılıqları hər zaman işləyərkən kəskin fərq harda varsa oradan başlamaq lazımdır. Yəni 19, 42 başlanğıcı mənim üçün önəmlidir. 19-dan 42-yə necə gedə bilərik? 19-u mən 2-yə vursam 38 eləyər. 38. 3-ə vursam 57 eləyər. 42-yə 38 daha yaxındır. Nəinki 57. Onda demək 2-yə vuracam. 2-yə vurub, sonra çatışmayan həddi gəlməliyəm. Çatışmayan hədd nədir? 38-in üzərinə 4 gəlsən, 42 alarsan. Bunu yazdıq. İndi digərinə baxıram. 8-dən 19-a. 2-yə vursam 16 eləyər. 3-ə vursam 24. 16 19-a daha yaxındır. Nəinki 24. Ona görə 2-yə vururam 16, üstə gəl 3. Burada 2-yə vururam, üstünə 2 gəlirəm. Burada da 2-yə vururam, üzərinə 1 gəlirəm. Yəni bizim ardıcılığımız vur 2 dəyişmir, vur 2 olduğu kimi qalır. Üstəgəllər dəyişir. 1, 2, 3, 4, bu səfər isə 5 olmalıdır. 42-ni də 2-yə vurub üzərinə 5 gələndə 89 eləmiş olacaq. B variantı. 50-ci sual. 50-ci sualda isə qarşı-qarşı işləmədir. Pizza tipli sualların ümumiyyətlə 2 həlli var. 1 qarşı-qarşıyadır, 2 ardıcılıqdır. Yəni 2 cür həll üsulu olur. Burada qarşı-qarşıyadır. Yəni
5'in qarşısında nə var? 26. 7'nin qarşısında 51. 11'də 125, 9'da sual. İndi fikir versək, 5'dən 26-nı necə alarıq? 5'i kvadrata yüksəldib, üzərinə 1 gəlsəm 26 eləyər. 7'ni kvadrata yüksəldib, üzərinə 2 gəlsəm bu səfər 51 eləyər. 9'u kvadrata yüksəldib, bu suala gedir, bunu yazmayaq hələ. 11'i kvadrata yüksəldib, üzərinə 4 gəlsəm 125 eləyər. İndi fikir verək. Üstəgəl 1, üstəgəl 2, üstəgəl 4. Bir dənə nəyə çatmır? Üstəgəl 3'ü çatmır. Demək, 9'u biz kvadrata yüksəldib, üzərinə 3 gəlməliyik. O da 84 eləyir, yəni D variantı. 2006-nın qəbul suallarının 50'sini də sizlərlə paylaşdım. Qəbula az qalıb. Fevralın 15'i artıq qəbul imtahanı keçiriləcək. Qəbul suallarını işləməyi unutmayın. Çünki praktika yığmış olacaqsınız. Qəbula düşən sualların nə olduğunu bilərək siz də bundan yararlana bilərsiniz. Daha sonra əgər bu videoya çoxlu baxış və ehtiyac yaransa, 2007'nin qəbulunun da izahını sizlərlə paylaşaram. Videonu izlədiyiniz üçün çox sağ olun. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.